Cənnət Park yaşayış kompleksində 6-cı bina mənzil 78-də gedən təmir işinə sizi tanış eləyəcəyik. Mənzildə son tamamlanma işləri gedir. Artıq mənzilimizin sanitar qovşağı tamamilə demək olar ki, hazırdır. Duş kabinə quraşdırılıb, moydadır quraşdırılıb. 45 dərəcələr səliqəli formada kəsilib. Mənzilin hol hissəsi kafeldən təchiz olunub. Bütün evdə istipol sistemi var. Hol hissə kafeldir, otaqlar laminatdır. Otaqlarımızın plintusları vurulub. Əllə çəkilmə paduqalarımız var. Üstlərinə xüsusi naxışlar verilib. İstilik sistemi, radiatorları quraşdırılıb. İşıqlanma sistemi tamamilə yekunlaşıb, yalnız çılçıraqları qalıb. O da mənzil sahibinin zövqünə görə qurulacaq. Otaqların aboyları bilinməyən şəkildə vurulub. Kənar işıqlanmaları, spotları asılıb. Qapılarımız quraşdırılıb. Bütün otaqların qapıları quraşdırılıb. Xüsusi olaraq çöl qapı, bahalı qapıdan istifadə olunub. Bəli. Mənzilimizin qonaq otağının qapısı 2 hissəlidir. Bu mənzilə xüsusi gözəllik verir. Qonaq otağına daxil olduqda, qonaq otağında paduqalarla işlənmə var. Son tamamlanma işləri gedir. İstilik sistemi qonaq otağında da var və yer istipoldur. Bu mənzilimizin mətbəx hissəsidir. Mətbəx hissənin sinəlik kafelləri vurulub. Aboy və işıqlanma sistemi yekunlaşıb. Qaz təchizatı çəkilib. Kombi sistemi yekunlaşıb. Kombimizi quraşdırmışıq və mənzilimizin kombi olan hissəsində cam balkon quraşdırmışıq. Aşağısı görünməyən şəkildə, üst hissəsi hissəli açılır cam balkonumuzun. İstədiyimiz istiqamətə yığa bilirik cam balkonu. Mənzilimizin artıq bir neçə günə tam müştəriyə təhvil verəcəyik.